Herkese salam dostlar. Bugün yeni gelen maşınlardan birini alacağız. Daha doğrusu ikincisini alacağız. Birini almışam. Bu Opel'i belə yığdım. Hələ sənət ki, hazır olmayayım, öyle çalışır bilmirik. Sənətləşmə problem var. Bunun üstü belə yeni çıxan nömrələrdən buldum. 88. İndi onun rəngiməyi də kesin oldu. Ağ rəngdə yəni. Ağ rəngi oldum, dəmir rəngi çıxdı. Ona yəni bunu qaplama ilə yığmışam. İndi gəldik buraya dostlar, yeni maşın almağa, Jeep almağa. Bu da bizim yeni gələn avtosalon. Buradan Jeep almayız. Bunu almışdım. Bu da Forma 1 dostlar, buna da gəlmişkən baxayız. Yeni modellerden çok hoşum gelmiş. Üstünde demir olduğuna göre. Yani indi buna içərisində oturaq baxaq. Pullandı dostlar, gerçək pullandı. Of, içəridə əladır. Sadəcə bu dəmirini bəyənmirəm. Belə bir F1 maşınıdır. Burada da kripto olan maşın var. Bunu almağımın neçə il çəkər bilmirəm. Hələ X5 ola bilməmişik. Bir də rədə maşın var, onu çox bəyənmədim. Nəysə biz bunu alacağıq. Ətraflı baxayıq. Belədir dostlar, mən indi bunu yığıram. Offroad alan yerində görüşərik. Belə dostlar, bunu belə bir formatda yığdım. Bu disklərlə, təkərlər təzə tapılan. Və rəngini, şələrin rəngini qaratdım. Burada bir çaqqal Türkiyə şəkili vurdum. Mən parçadan görsənmir. İndi ən çətin offroad oyununa girəcəyik. Görək necə olacaq. Salonu da belədir. Ən çətin offroad oyunudur. Burada yarışdan sonra görüşərik, həll edik.
Bəli dostlar, ucuzluq, biraz motorunu gücləndirmək lazımdır. Daha sonra mən səs boğucunu gücləndirdim, biraz səsi xor səsin deyə. Neyse, bu günlük de bu kadar dostlar. Yeni videoda görüşərik. Kanala abone olup videomu beğenmeyi unutmayın. Sağ olun.